Hər bir kəsi salamlayıram, əziz dəyərli yoldaşlar, əziz izləyicilər. Onu qeyd edeyim ki, bu günlərim conditional sentences, yəni şərt cümlələrini izah edəcəm və şərt cümlələri bildiyiniz kimi qəbul proqramına yeni salınmış mövzulardan biridir. Eyni şəkildə topluda da artıq buna dair testlər var və gələn videolarda da inşallah onun izahlarını verəcəyik. Onu da qeyd edeyim ki, əyani və onlayn dərslərimizdə də qeydiyyat davam edir. 20 yanvar metrosunun yaxınlığında əyani dərslərimizə qoşula bilərsiniz. Deməli yoldaşlar, ilk öncə baxaq görək şərt cümlələri nədir? Şərt cümlələrində nələrə fikir verməliyik? Burada tərcüməsi olanda əgər onda, yəni əgər belə bir şey eləsəm, onda bu olar. Yəni səbəb nəticə şərt məsələlərin olur. If clause, digər hissədə isə nəticə main clause göstərir. Yəni if clause burada nədir? Əgər hissəsi. Əgər hissəsi main clause isə bu onda hissəsi olur. Yəni əgər bunu eləsəm, bu olar. İlk öncə onu da deyim ki, conditional mood'un özünün bu həmçinin moodlar adlanır da, yəni mood. Mood adlanır. Baxaq, ilk öncə birinci zero conditional. Görək nə məsələdir zero conditional. Baxaq. Deməli, uşaqlar, baxaq zero conditional nədir? Zero conditional ümumi həqiqətlər və qanun uyğunluqlar. Ümumi həqiqətlər nədir? Məsələn, faktlar, elmi qanunlar, burada ola bilər təbiət hadisələri eyni şəkildə ola bilər və bunlar hər zaman doğru olur. Məsələn, if you heat water 100 Celsius it boils. O deməkdir ki, yəni su 100 dərəcədə qaynayır. Bu nədir? Bu elmi qanundur. Və buna görə burada zero conditional işlənəcək. If boils. Uzlaşmanı da gördünüzmü? If people don't eat, they die. İnsanlar öldükdən sonra yemək yemir. Bu da ümumi həqiqətdir. Buna görə burada da zero conditional istifadə olunacaq. Yəni hər zaman bilirik ki, su 100 dərəcədə qaynayır. Hər zaman biz bilirik ki, insanlar ölü vaxtı yemək yeməzlər. Yəni bu zero conditionaldır və belə desək, indi bunun düsturlarını və s. sizə göstərəcəm. İndi baxaq first conditional. First conditional nədir? First conditional gələcəkdə real ehtimallar. Bu nə deməkdir? Yəni məsələ həqiqətən də ola bilər. Həqiqətən də bu prosesin yaranması üçün, bu prosesin olması üçün ehtimal var. Bu qaydası necə olur? If üstünə gəl present simple, yəni indiki sadə zaman, üstünə gəl will plus V1. Yəni real və mümkün gələcək zaman olanda nə olur? First conditional olur. Yəni tərcüməyə baxmalıyıq. Deyir, if it rains, we will stay at home. Əgər yağış yağsa, evdə qalacam. Yəni onu bilməliyik ki, yağış yağa bilər və yağış yağmağı ehtimaldır. Buna görə də mən evdə qalacam. Yəni bu hadisə nədir? Real bir hadisədir. İndi baxaq, if study hard, I will pass the exam. Deyir, mən əzmdən hazırlaşsam, imtahandan keçəcəm. Əzmdən hazırlaşsam, imtahandan keçəcəm. Yəni bu da real bir məsələdir. Ona görə burada da nə işlənəcək? First conditional mood işlənəcək. If they call me, I will help. Yəni sən mənə zəng eləsən, mən sənə kömək edəcəm. Baxın, burada indi bir məsələyə baxaq. Gəlin bunları silək. Burada həm də düsturun məsələlərinə baxaq ki, nə var burada? Məsələ nədir? Görürsən, rains. Rains nədir? Present simple. Bu nədir? Present simple. Düzdürmü? Burada will stay. Bu da gələcək zamanı. Yəni will plus verb one gəlir. Yəni burada şərt gerçəkdir və mümkündür. Yəni burada nədir? Realdır, yəni məsələlər. Aydındırmı? Deməli yoldaşlar, bundan sonra keçək second conditional mood'a, yəni indiki və gələcəkdə qeyri-real olan hadisələr. Qeyri-real olan hadisələr. İlk öncə hələ tərcümə məsələlərinə, digər məsələlərə keçməmişdən qabaq onu bilək ki, if gəlir, past simple gəlir, would gəlir. Biz indi xatırlayaq. Nəyi xatırlayaq? Xatırlayaq ki, bəs first conditionalda nətər olurdu? First conditionalın fərqinə baxaq da. If, üstə gəl present
simple üstünə gəl would. Plus V1. V1'lər sadəcə eynidir. Çox üzr istəyirəm, bu belə deyildi. Present simple üstünə gəl will, üstünə gəl P1 kimi, P1 yox, verb 1 kimi olurdu. Yəni aralarında təməl fərqlər buradadır. Burada indiki davam edici olur, burada isə olacaq keçmiş davam edici. Burada olur will, burada olur would. Yəni bu məsələlərlə, bu fərqlərlə hələ second conditional-la first conditional-ın qrammatik fərqlərinə baxdıq. İndi buradan baxaq nə fərqlərinə? Tərcümə fərqlərinə. First conditional olur real cümlələr, second conditional olur unreal. Yəni bu hadisələr mümkün deyil. Yəni nə ola bilər? Fantaziya, qeyri-real və yaxud ümumiyyətlə çətin ehtimallar zamanı bu ola bilər. Deməli yoldaşlar, baxaq. Görək second conditional-da məsələlər nə yerdədir? Baxın yoldaşlar. Fantaziya dedik, qeyri-real dedik, çətin ehtimallar dedik ki, bunlar nə olur? Bunlar second conditional moodda olur. Məsələn, if I won the lottery, I would buy because. Deyir, mən loteriyanı utsam, böyük ev alacam. Bu ehtimaldır. Çətin bir ehtimaldır. Yəni bunun olmağı qeyri-mümkünə yaxındır. Bu zaman nə olur? Second conditional, yəni won və would işlənəcək. If she were rich, she would travel around the world. Deyir, sən varlı, o varlı olsa, dünyanı gəzəcək. Bu da eyni şəkildə nədir? Çətin ehtimaldır. If it snowed in summer, people would be surprised. Yenə deyir ki, yayda qar yağa bilərmi? Xeyr. Bu da nədir? Bu da qeyri-real şərt budaq cümləsinə aid. Yəni nə olur? Second conditional olur. İndi gedək third conditionala. Görək burada məsələlər nə yerdədir? Burada isə olacaq nə? Keçmişdə olmayan vəziyyətlər, peşmanlıq. Burada isə qaydası nə olur? If plus past perfect, yəni keçmiş bitmiş zaman, üstə gəl would have, bir də fiilin üçüncü forması. Keçmişdə olmayan hadisələr haqqında danışmaq üçün istifadə olur. Deyir, if I had studied, I would have passed exam. Deyir, mən hazırlaşsaydım, bunu etsəydim. Bu tip tərcümələr zamanı biz third conditional, yəni istifadə edirik. I would pass the exam. Deyir, imtahandan keçərdim. Bu kaş ki kimi tərcümə olunur. Yəni kaş ki kimi tərcümə olunur. Gəlin indi ümumi baxaq görək. Bu conditionallar nə yerdədir? Əsas qaydalara keçək. Deməli, if-dən sonra onu bilək ki, if-dən sonra will işləmir. Yəni if-dən sonra birbaşa will rain işləməz. Biz bunu harada da bilirik? Biz bunu bilirik. Zaman uzlaşması dərsində də biz bilirik ki, if-dən sonra will və yaxud da would işlənməz. Məsələn, bunun doğru versiyası belə olacaq. If it rains, we will stay at home. Yağış yağsa, evdə qalacam. İndi gəlin baxaq digər məsələyə. Yenə bayaqları yazdığımız kimi, would onsuz da will'in keçmiş zamanı kimi bir şeydir. Yəni keçmişə nəzərən gələcək zamandır. Bu zaman da yenə if-dən sonra nə gəlməz? Would gəlməz. Yəni if it would rain olmaz. Belə olacaq. If rain, we would stay home. Bir də onu bilin ki, hər zaman were işlənir. Əslində biz qayda olaraq necə bilirik? Əslində qayda olaraq biz bilirik ki, I, he, she, it. Bunlardan sonra was gəlir. Yəni təklərlə was işlənir. Amma cəmlərlə were işlənir. Burada isə, moodlarda isə belə deyil. Moodlarda vəziyyət nə yerdədir? Yəni bunları silək. Moodlarda belədir ki, I ilə da, you ilə da, he, she, it ilə də, eyni şəkildə we, they ilə, hər birinlə were işlənəcək. Yəni siz testlərdə baxanda, məsələn burada deyək ki, burada nöqtələr qoyulub. Burada sən was yox, were verməlisən. Deyir, if I were you, I would plus study harder. İndi gəlin baxaq digər məsələlərə.
Gəlin ümumi yadda saxlamaq üçün olan sırf qaydalara baxaq. Çünki qaydalarla da biz testləri rahat şəkildə işləyə bilərik. Zero conditional-da nə olur? If-dən sonra present simple gəlir. Yəni faktlar və qanunlar zamanı. Təbii hadisələr də bura biz verə bilərik. Real olan məsələlər deyə bilərik. If you heat ice, it melts məsələn. First conditional-da nə olur? If-dən sonra nə gəlir? Present simple, yəni indiki sadə zaman. Ondan sonra isə gələcək zaman gəlir. Bunun əsas istifadə sahəsi real ehtimallardadır. Məsələn, if it rains, I will stay at home. Sonra gəlir second conditional. Burada isə biz bilirik ki, qeyri-real, indiki zaman və gələcək zaman. If-dən sonra gəlir keçmiş zaman, ondan sonra isə gəlir would. If I were rich, I would buy car. Deyir, mən əgər varlı olsam, maşın alacam. Gördüyün kimi aydan da sonra nə gəldi? Were gəldi. Third conditional burada isə keçmişdə olan peşmanlıqları bildirir. Özündən sonra keçmiş bitmiş would have plus verb 3 gəlir. Deyir, if I studied, I would have passed. Deyir, əgər hazırlaşsaydım, imtahandan keçərdim. Bunun tərcüməsi nə olur? Bunun tərcüməsi kaş ki mənasını verir. Sonra mixed var, yəni zamanlar gəlir. İndiki və keçmiş zamanı qarışıq şəkildə göstərir. Bunu isə siz zaman uzlaşmasından artıq rahat şəkildə tapa bilərsiniz. Gəlin bir neçə test izahına baxaq. Görək burada nələr deyir. Elə bu iki testin izahına baxaq. Bu iki testin izahından məsələləri həll edək. Deyir, choose the correct form conditional sentences. Bizdən doğru moodu istəyir. Doğru conditional sentences istəyir. İndi gəl baxaq. If-dən sonra will gəlməz. C variantını. Deyir, əgər hazırlaşsan, imtahanı keçərsən. Düzdür? Gəlin, indi baxaq görək, bu hardaydı? Yəni, baxaq bunu dəqiq. Deyir, imtahanı keçsən. Yəni, gələcəkdə real ehtimaldır. Gələcəkdə real ehtimaldırsa, deməli, biz buna nə verməliyik? Deməli, biz buna avtomatik olaraq verməliyik first conditional. First conditional verəcəyimizə görə, first conditionaldan sonra nə gəlir? Xatırlayaq, present simple plus nə gəlirdi? Will plus verb 1. Bu gəlir. Deməli, will'i zaten çıxdıq. Çünki if-dən sonra demişik, will gəlməz. Studied keçmiş zamandır. B variantı da getdi. Had studied keçmiş bitmiş zamandır. Getdi. Studies past. Bu nədir? Burada will və sair varmı ikinci sırada? Main clause-da varmı? Xeyr. Cavabımız olacaq A variantı. İndi gəlin keçək, baxaq ikinci suala. Görək ikinci sualda nələr deyir. İkinci sual. Yenə bizdən düzgün conditional sentences-i istəyir. Deyir, if I'm more careful. Deyir, sənin yerində olsaydım, mən kiminsə yerində ola bilərəm? Xeyr. Deməli, bu nədir? Bu deməli, qeyri-real şəkildə cümlədir. Qeyri-real hansı idi? Second conditional idi. Deməli, mən bilirəm ki, aydan sonra am gəlməz, was gəlməz, had gəlməz, will gəlməz. Çünki biz demişdik ki, birbaşa olaraq bu nə ilə işlənir? Were ilə işlənir. Deməli, mən conditional-ı tapan kimi sadəcə qrammatik məsələlərə baxandan sonra bütün testləri işləyə bilərəm. Aydınmı yoldaşlar? Videomuz bu qədər oldu. Videonu like eləməyi, kanala abunə olmağı, eyni şəkildə dərslərimizlə maraqlanmaq istəyirsinizsə, aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.